Bilsə belə haradasan Ami? Ami məndən çox bilsə belə kameraya danışa bilmir, amma mənə çox gözəl izah edir. İnşallah ki siz bura gəlsəniz, yəni gördüyünüzdən, eşitdiyinizdən daha çox Amindən eşidəcəksiniz və sizə daha ətraflı bunun boyası haqqında, bunun petləsi haqqında, bu niyə bu qiymətdədir? Yəni niyə 20 il bunun kraskasına zəmanət verir? Bunun özəlliyi ilə kənardan çox əsas da bu yeri. Yəni çox super. Bu da Türkiyə istehsalıdır. Dekabrın sonuna qədər 15% endirimdir, düz başa düşürəm. Yəni bu endirimli qiymət deyil də. Yəni bundan 15% çıxılacaq, hə, düşəcək aşağı. Yəni bu qiymətdən aşağı düşəcək. Bunun özəlliyini Amin mənə danışdı. Maşallah bunu içərdən də yeni. Əsasən bu qapı yaxşıdır, səssiz açılır və qəribə. Hə, bu Türkiyə istehsalıdır. Hə, başa düşdüm. Bunu nə örtülüşü baxaq. Asiya qutusunda da yazılır. Hə, yəni firmanın adı üstündə belə var. Bunun nalistikinin altında səhvin bu da dəmir olur, hə. Dəmirin üstünə MDF-dir, nə materialsa o otuzdurulur. Çünki mən bayaq izah etdiyim kimi çalışıram yadımda qalanı deyim. Nə yadımda qalırsa onu deyim. Çünki bütün buraları bunun taxtadır. Düzdür? Amin. Bunun buraları bütöv taxtadır. Yəni dediyi kimi bəzi Tam quru taxtadır, içərisi tam. hə, içərisi tam quru taxtadır. Yəni burada burası taxta, burası Üzəri MDF-dir, içərisi tam quru taxtadır. Zamokları da ki firma zamokları da belə. Hansısa İtalyan firmasıdır. Məsəl üçün Arçıdan tutmuş Doğanlara kim var. Biri var Doğan. Səhvimsə Doğan Kitayındır, amma Doğanlar yazılanda hə, türklərindir. İndi daha çox sən bilərsən. Yəni daha ətraflı, yəni mən bunu çalışdım, bacardığım qədər bir video yerləşdirirəm, amma o deyil. Yəni mən maksimum informasiya verə bilməyəcəm. Ən gözəli yeri haqqında videosunu paylaşmışam. Səhifəsinin adını da yazdım. Özlərinə əlaqə saxlasa sizə daha mükəmməl bir izahını verəcəm.